ən namuslu, qeyrətli, nətər deyirlər, evlad qədri bilən, valideyn qədri bilən bir insanlarıq biz. Biz bir xalqıq. O xalqımızı biz bu cürlə alçaldaq, danışaq, söhbət eləyək, dillərə salaq. Bütün xalqlar bizə baxır ki, hə, siz kişilər uşaq pulu istəyirsiniz, ayıbdır sizə. Bəs kişilər istəməsin, qadınlar istəməsin, bəs bu uşaq pulun kim istəsin? İstəmək lazımdır uşaq pulu. Ürəkdən, sevərəkdən, xalqımı sevərəkdən xalqına verməlidir. Bəs bu uşaqlar yekəlib boya başa çatacaq, sabahlarım əskəri yaşı çatacaq. Dövlətə qulluq eləyəcək, dövlət buna vaxtında qulluq eləməsə, pöhrələndirməsə, sabahlarım o pöhrənin barını yeyə bilərmi? Əgər uşaq dünyaya gəlməsə, bu xalq kimə lazımdır? Xalq olacaq. Evlad olmasa xalq olacaq, xalq olaraq məhv olacaq. Yaşayanlar qırılacaq, gedəcək yavaş-yavaş, dalı da davam eləməyəcək. Görüm sən hansı xalqdan danışasan? O xalq varın dövlətin ta kimə sərf eləyəcək? Elə 1 milyon tutaq ki, imkanlılar var, məmurlar var. Onları təmin eləyəcək, o 1 milyon əhalini, bəs yerdə qalan xalq. Lazımdır bu orta təbəqəli, aşağı təbəqəli insanlara. Elə olur ki, 1 manatı borc gedib çörək pulu alıb gətirirlər, marketlərə yazdırırlar, dükanda adların ki, bizə çörək verin nisiyə. Onlara lazımdır, bunu başa düşmək lazımdır.